Salam uşaqlar, MB Təziz Mərkəzi kanalında xoş gördük sizi. Demək, bugün coğrafya test toxusu birinci hissə hidrosfer bölməsində quru suları, çay, göl, buzlaq, yeraltı sular və bataqlıqlar mövzusunda olan testlərin izahına baxacağım. Kanala abunə olun, videonu bəyənin. Şərh bölməsində sizi maraqlandıran suallara cavab verəcəm hökmən. Yazsa cavab verəcəm yəni. Demək, birinci sual belədir ki, hansı iqlim qurşağında qar xətti okean səviyyəsinə daha yaxındır? Əvvəlcə başa düşməliyik ki, qar xətti nədir? Qar xətti o yerə deyilir ki, bilirsiniz ki, atmosfer bölməsindən sizə məlumdur ki, hündürlüyə qalxdıqca hər 1000 metr qalxanda temperatur 6 dərəcə düşür. Deyək ki, dağın ətəyində müəyyən qədər temperatur varsa, məsələn, tutaq ki, 15 dərəcə Selsi, biz 2500 metr qalxsaq, 2500 metrdən sonra temperatur 0 dərəcə Selsiyə düşər. Temperaturun 0 dərəcə Selsidən olduğu ərazidən yuxarıda daimi buzlaq və qar zonası yerləşir. Ona görə deyəndə deyir ki, bax, bu dağda qar xətti 2500-dən yerləşir. Bu bir misal olaraq dedim sizə. Hər enlikdə qar xətti müəyyən hündürlükdən keçir. Məsələn, deyək ki, əgər ekvatorial enlik götürsəz, ekvatora yaxın bir ərazi götürsəz, bilirsiniz ki, ekvatorial ərazilər çox temperaturu, istiliyi çox olan ərazilərdir. Ona görə də qar xətti orada biraz daha yuxarıdan keçəcək. Amma soyuğa doğru gedəndə, qütbə tərəf məsələn gedəndə qar xətti aşağıdan keçir. Səbəb odur ki, qütb zonalarında dağ ətəyində temperatur az olacaq. Temperatur az olacaq deyil, qar xətti aşağıdan olacaq. Amma ekvator tərəfə gəldikcə, ümumiyyətlə isti iqlim olan ərazidə dağın ətəyində temperatur çox olacaq. Ona görə də qar xətti yuxarıdan keçəcək. Bu məsələ var, mahiyyəti bu idi. Ona görə də qar xətti okean səviyyəsinə daha yaxındırsa, Arktik, Antarktik soyuq ərazi haqqında söhbət edə bilərik. Subtropik və subekvatorial iqlim qurşağında yerləşən çayların ümumi xüsusiyyəti odur ki, onların səviyyələri il ərzində kəskin dəyişir. Səbəblərə gəlsək, demək uşaqlar, subtropik iqlim qurşağının Aralıq dəniz tipində tutaq ki, yerləşən çay, yayda tropik hava kütlələrinin təsiri ilə çayın suyu azalacaq. Qış soyuq mövsümdə isə mülayim hava kütləsinin təsiri ilə yağıntısı çoxalacaq. Subekvatorialı götürsəz, yayda ekvatorial hava kütləsinin təsiri ilə yağıntılı, qışda isə tropik hava kütləsinin təsiri ilə quraq olacaq. Bu cənub subekvatorialına da aiddir. Ona görə də subtropik və mülayim hər ikisində bu xüsusiyyət var. Daimi donuşluğun geniş yayıldığı ərazi deyirsə uşaqlar, soyuq bir əraziləri götürməsiniz. Qütbə yaxın ərazilər bizim sualımızın cavabıdır. Arktik, Antarktik ərazilər olmalıdır doğru cavab. Baxaq görək nə var variantlarda. Avstraliyanın demək, daimi donuşluğu geniş yayıldığı ərazilər. Avrasiyanın şimal-şərqi, Cənub-Şərqi Asiya olan məz isti iqlimdir. Şimal Afrika tropik səhradır. Qərb Avstraliya səhradır. Mərkəzi Amerika istidir. Demək, Avrasiyanın şimal-şərqi, yəni bu hissə, burada yeri gəlmişdən Oymyakon məntəqəsi yerləşirdi. Dünyanın ən şimal yarımkürəsinin ən soyuq yeri. Şimali Amerikanın şimal hissələri bir də. Yəni Arktikaya yaxın bir ərazilər olmalı idi cavabda. Dördüncü sualda deyir ki, deməli, çay şəbəkəsinin sıx olmasının səbəbi. Əgər bir yerdə çay şəbəkəsi sıxdırsa, iki vacib səbəb var buna. Biri relyefin mürəkkəb olmasıdır. Çünki relyef çay dərəsində suya istiqamət verir, onu dərəyə yönəldir və çayı formalaşdırır. İkincisi də ki, təbii ki, əraziyə yağan yağıntıların miqdarı olduqca vacibdir. Yəni, meyillik çox olarsa, rütubət də kifayət qədər olarsa, yəni yağıntılı olarsa, o mənada deyilir. Bu zaman təbii ki, sıx çay şəbəkəsi əmələ gələcək. 5-ci suala baxanda uşaqlar, bu litosfer bölməsindən biz keçmişik. Qraben mənşəli, qrabenlər, burada ümumiyyətlə bu relyef forması qraben adlanır. Yer qabının qırılaraq çökməsinə qraben deyilir. Qrabende yerləşən göllərə biz tektonik qraben mənşəli göllər deyirdik. Onlara aid idi Baykal gölü, İssıqqul gölü Qırğızistanda, sonra Urmiya gölü Cənubi Azərbaycanda, Van gölü Türkiyədə, sonra Afrikada Rudolf Albert, Tanganika və Nyasa gölləri də qraben mənşəli göllər idi. Rudolf Albert, Tanganika, Nyasa. Ona görə də burada doğru cavab məsələn ola bilər Baykal gölü. Məsələn deyəndə dəqiq cavab odur. Estuari adlanır. Çayın mənsəbində, əgər çayın mənsəbi körfəz formasında olarsa, məsələn, baxın, Paranasanın mənsəbinə fikir versək uşaqlar, körfəz formasındadır. Demək, bu hissəyə baxın, Parananın töküldüyü yerdə bu hissəyə baxın, körfəz formasında və yaxud sizə Ob çayını göstərə bilərəm bu xəritədə. Fikir verin, Ob çayının sonu, yəni yəqin ki, yaxınlığınızda bir xəritə varsa, lap dəqiqinə baxa bilərsiniz. Əgər çayın mənsəbi körfəz formasındadırsa, ona estuari deyilir. Evet.
D variantı. Dənizə doğru genişlənən qıfa bənzər mənsəb. Sonra çayın su sərfi nədir? Vahid zamanda, yəni deyək ki, ya 1 saatda, 1 dəqiqədə, 1 saniyədə, 1 ildə, fərq yoxdur. Müəyyən qədər vahid bir zamanda çayın inkəsindən, çayın dərəsindən keçən suyun miqdarına deyilir. Çayın canlı inkəsindən vahid zamanda keçən suyun miqdarına çayın su sərfi deyilir. 7-ci sualda elədir. 8-ci suala baxaq. 8-ci sualda deyir ki, çayın düşməsi onun uzunluğuna olan nisbəti meyillik adlanır. Meyillik bərabər düşmə belə el düsturu kimi istifadə olunurdu. Burada söhbət meyillilikdən, çayın orta meyilliyinin tapılmasından gedir. 6-cı sual, 9-cu suala baxaq. Çayın eroziyası adlanır. Ümumiyyətlə çay suyunu, çay bir hərəkətdə olan bir sudur da, su axınıdır. Su axınının torpağı yuma fəaliyyətinə çay eroziyası deyilir. Çayların dağıdıcı fəaliyyəti sayılır. Y cavabı idi. 10-cu sual baxır. Yağıntıların düşməsinə asılı olaraq sahəsi kəskin dəyişən göllər. Uşaqlar, bir dəfəlik başa düşmək lazımdır ki, əsasən səhra və yarım səhrada yerləşən göllər təsadüfi yağıntılar nəticəsində daşır. Ona görə də yağıntılı olmayan dövrdə isə çox quruyur, hətta tamamilə yox ola bilər. Belə göllər adətən səhra yarım səhrada olan göllərdir. Konkret də desək, Çad gölü burada var. Sonra Lobnor, Kunor gölü var içində. Hər ikisi quruyan göldür. Urmiya gölü Cənubi Azərbaycandadır. Bir də Avstraliyada Eir gölü. Eir burada Erie gölü də var Şimali Amerikada. Onu yəqin ki səhv salmaq bilirsiniz olmaz. Adları bir-birinə bənzəyir. Bu Eir dediyi budur. Bu Erie'dir. Erie. Bu işarələdiyim Erie'dir. 5 böyük göllər sisteminin göllərindən biri idi Erie gölü. Axarsız göllərin müəyyən edin. Yəni elə göl deyin ki, ondan çay başlamasın. Bizdən sualın mahiyyəti mənası budur. Təbii ki, burada uşaqlar bilirsiniz ki, mən variantlara çox da baxmıram. Çünki vaxt itkisi olmasın deyə. Əgər variantlarla bağlı sualınız olsa, deyərsiniz hökmən mən onu çalışacağım cavablandırım. Demək, Binəqədi Masazır Böyükşor Hacı Həsən gölü var Abşeron yarımadasında. Xoca Həsən də deyirlər. O göllər adətən, yəni hamısı tamamilə axarsızdır. Demək, Van gölü burada yerləşir Türkiyədə. Sonra Böyük Duzlu göl ABŞ-ın bu hissəsində yerləşir. Bir də Tuz gölü də Türkiyədədir. İndi gəlin deyək ki, məsələn, A variantı. Bu sualda deyəcəm variantları. Bu variantlar üçün mən müraciət edəcəm. Məsələn, Tanqanika Niyasız göllərindən çay başlayır. Ona görə də A variantı ola bilməz. Baxın, deyək ki, Titikaka gölü var burada Cənubi Amerikada. Oradan düzdür, kitablarda elə də keçilmir. Oradan Desaguadero çayı başlayır. Ola bilməz. Sonra Michigan gölü burada böyük göllər sisteminin göllərindən biridir. Onlar burada Amerikada o böyük göllər sisteminin hamısı bir-birinə birləşikdi. Bu göllərdən də Müqəddəs Lavrent çayı başlayır. Hamısı bir-birinə birləşdiyi olduğuna görə bu 5 gölün 5-i də axarlı göl sayılır. Michigana görə çıxarsız Ontario'da var idi, Erie'də var idi. Sonra Tanqanika gölü yenə axarlı göl idi, onu da çıxırsınız. Cavab elə B variantı. Belə də tapmaq olardı birbaşa da. Dərinlik eroziyası daha fəal inkişaf eləyirsə, demək söhbət gedir dağ çaylarından. Çünki sizlə keçmişik ki, dağ çaylarında dərinlik eroziyası, düzənlik çaylarında isə dib eroziyası süni təşkili. Burada Colorado çayı budur. Daha doğrusu Colorado budur, Kolumbiya bu isə Kolumbiya çayıdır. Fikir verirsiniz, Kordilyer dağlarında dağlıq ərazidir. Əgər dağlıq ərazisə, təbii ki, dib eroziyası süni təşkil eləyəcək. 13-cü sualda deyir ki, səth sularının qeyri-bərabər paylanması təsir edən amil təbii ki, iqlim və relyef. Relyef və iqlimin burada vacib rolu var. Bayaq biz dedik ki, çay şəbəkəsinin sıx olmasının səbəblərindən danışanda orada dedik ki, relyef meyilli olarsa və kifayət qədər də yağıntı olarsa. Yəni ümumiyyətlə səth sularının yerləşməsi, çay şəbəkəsinin sıxlığı iqlim və relyefdən asılıdır. Ona görə də təbii ki, bu sualın cavabı iqlim və relyefdir. Çaylarda illik axının miqdarına təsir göstərən amil. Çayın suyun çox və ya az olması nədən asılıdır? Təbii ki, iqlimdən. Yəni çayın olduğu əraziyə yağış çox yağarsa, bu çayın suyu da bol olacaq. Məsələn, Amazon çayı kimi. Yox, əgər az yağış yağıntılı bir ərazi olacaqsa, çay şəbəkəsində seri olacaq. Çünki ümumiyyətlə çayın suyu zəif olacaq. Dağ çaylarının başlıca xüsusiyyətləri. Bir şeyi gözümüzün önündən qaçırmamalıyıq ki, dağ çayları belə bir həndəsi formada təsəvvür eləməliyik. Yəni ki, çox dik axır bu çay. Meyillik böyükdür olacaq. Çay dərəsi dərin. Çünki
Dağ çaylarında biz deyirdik ki, dibi eroziya güclü olur və çay dərəsi V şəkilli forma alır. Ona görə təbii ki, dərin erozya. Axın sürəti niyə zəif olsun? Əgər meyilliyi çoxdursa. Subasar sahələr geniş ola bilməz, çünki sürətlə axır. Dağ çayları getdiyi yerdə pilləkənvari axına malik ola bilər. Bu da Astana şəlalə demək olacaq. Yəni erozya düzənlik çaylarına ümumiyyətlə aid olan xüsusiyyət idi. 1, 2, 5 ilə Y variantı 15-ci sualda doğru cavab. 16-cı suala baxırıq uşaqlar. 16-da deyir ki, düzənlik çaylarının başlıca xüsusiyyətləri. Yəni düzənlik çay deyəndə belə bir təsviri gözünüzün önünə gətirin. Çay aşağı axın sürətinə malik olsun. Çox da dik olmasın, meyillik böyük olmasın. Meyillik böyükdür, çıxarıq, çay dərəsi genişdir. Çünki düzənlik çaylarında yan eroziya güclü olur. Yan eroziya güclü olanda çay dərəsi genişlənir və U şəkilli çay dərəsi əmələ gətirir. Şəlalə dağ çaylarına aid ola bilməz, meandrları olur. Yəni düzənlik çayları belə əyri, ona elmi dildə əyri-üyri deyilir. Elə əyri-üyri mən yəni elmi ədəbiyyatlarda görmüşəm belə bir söz. Başa düşürsüz də, yəni belə bir formada olur. Ona deyirlər meandr. Sürətli axın dağ çayına aiddir. Həmin o meandr olanda köhnə çay dərələrinin yaxınlığında axmaz mənşəli göllər də əmələ gələ bilir. Ona görə də doğru cavab 2, 4, 6 ilə C variantı olacaq. 17-ci suala baxırıq. Sxemdə verilən rəqəmlər müvafiq olaraq əks etdirir nəyi? Çay gəlir dağdan düzənliyə çıxan yerdə çökmə suxurlar toplanır. Bu gətirmə qonusudur, bu bir. Bu dağ ətəyi bir sahədir. Bu belə bir sahədir. Bu 2, təbii ki, görüş çay burada çıxıntı əmələ gətirib, həm də qollara parçalanır. Bu da deltadır. Demək, birində gətirmə qonusudur, digəri isə deltada variantı. 18-ci sual. Qar xətti dəniz səviyyəsinə daha yaxın keçir. Bayaqki birinci sualla eynidir. Dəniz səviyyəsinə yaxındırsa, demək ki, soyuq bir yerdən söhbət edirsiniz. Soyuq yer haradır? Şimal Buzlu okeanı soyuqdur. Çünki belə deyək, dağda qar biraz daha aşağıdadırsa, demək iqlimi soyuqdur. Şimal Buzlu okeanı bir də Antarktidanın sahilləri doğru cavab da variantı. 19-cu sualda deyir ki, çayların yuxarı axımı üçün sərcəvi xüsusiyyətlər. Uşaqlar, çox önəmli bir sual sayıram bu sualı mən. Çünki bu yöndə həm imtahanlarda da çox rastlaşıla bilən bir məsələdir. Çaylarda əksərən mənbəy tərəf, çayın başlanğıcı olan tərəf dağlarda yerləşir. Yüksək dağlardan başlayır. Çayın axırları çox vaxtı düzənlik tərəfdə olur. Çayın mənbəy hissə, ona görə də bu çayın həmişə mənbəy tərəf biraz belə çəksə lap yaxşı olar. Belədir də, elə bir dağ çayları, o çay belədir. Mənbəy tərəf həmişə dağ çayı xüsusiyyəti daşıyır. Əksər çaylar elədir. Mənsəb çay isə düzənlik çay. Çayın mənbəy yuxarı axın, yəni axın məsələsini deyim sonra da. Elə bir bu bir çaydırsa, bunu 3 yerə bölsəz, bax belə. Bura yuxarı axın, bura orta, bu da aşağı. Yuxarı axında çay həmişə biraz dik olur. Dağdan başlayır axı, ona görə düşməsin və axın sürəti böyük olur. Dağ çayı formasında olur, ona görə dib eroziyası da təbii ki, çox olacaq, çünki düşməsi və axın sürəti böyüksə dib eroziyası da böyük olmalıdır. Çayların aşağı axını üçün, və bu dəfə bu hissi üçün danışırıqsa uşaqlar, onun düzənlik, çayın mənsəb tərəfi biraz düzənlik olur da, elə bil. Belə başa düşün. Düzənlik olacaqsa, onda nə ola bilər? Axın sürəti azalacaq, yan eroziya üstünü. Çünki axın sürəti azalırsa, bu avtomatik olaraq yan eroziyanın artmasına səbəb olacaq. Sualların izahı ilə bağlı hər hansı bir sizə aydın olmayan bir məqam qalsa, hökmən yazın, cavablandıracağım hökmən. Bir də ənənəvi qaydada bir xahişim də var sizdən. Əgər imkan varsa, videonu hansı ərazidən, hansı bölgədən qeyd elədiyinizə yazarsınız. Həm maraqlıdır, həm də videonun yayılmasına xeyri olur. Demək, sxemdə verilmiş rəqəmlərə uyğun gələn coğrafi obyektlər düzgün sırasını müəyyən edin uşaqlar. 1 dəniz sahildir gördüyünüz kimi, 2 dağ zirvəsi, üstə çaydır, sahildir, zirvədir, bir də çay dərəsi deyə variant. Asan sual idi əslində, şəkilli bir sual. Sxemdə verilən məntəqələrin hansılarında qar xətti daha hündürdən keçir? Uşaqlar, qar xətti o yerə deyilir ki, dağlarda qar xətti nə deməkdir? Yəni dağa çıxanda temperaturun daimi olaraq 0 dərəcədən heç vaxt artmadığı yer. Deyək ki, buzlağa çatdısa, dağa çıxdınız, gəlib o buz olan yerə çatdısa, bu rənglədiyin yer buzlağı. Buza çatdığınız, bax, o sahə, haradakı buza çatmışsınız, bax, bu qara sahə, ora qar xəttidir. Əgər isti yerdədirsə, bu da qar xətti aşağıdan keçəcək. Yox, soğuk yerdirsə, daha doğrusu soğuk yerdirsə aşağıdan keçəcək, üzr istəyirəm, səhv demişdim.
Soğuq yerdədirsə, qar xətti aşağıdan keçsə, isti yerdədirsə biraz yuxarıdan olacaq. Qar xətti hündürdə olmaq üçün dağ gərək isti yerdə ola. Bu hərflər suala cavab ola bilər. T hərfini götürə bilərik. Yəni 2 dənə 30-larda A, T, X, Z. A, T, X, Z. D variantı bizim sualımıza uyğun gəldi. Cənub yarımkəsinin subekvator iqlim quşağının çaylarının səviyyəsi hansı aylarda aşağı olur? Uşaqlar, iqlim xəritəsinin üzərində çox böyük məmnuniyyətlə mən bunu izah edəcəm sizə. Məsələn, burada Parana çayı var. Parana çayı görək nə vaxt daşır. Parana çayı öz mənbəyini götürür ekvatorial iqlim quşağından. Subekvatorial, cənub subekvatorial. Cənub yarımkəsində yay olanda ekvatorial hava kütləsinin təsiri altında çay daşır. Qışda isə tropik hava kütləsinin təsiri altında çayın səviyyəsi azalır. Burada söhbət cənub yarımkəsindən getdiyinə görə bizdə aylar daha aşağı olur. Quraq dövrüdür. Tropik gəlir. Nə vaxt? Qışda. Amma qışda bizim qışdan fərqlidir axı. Bizdə qış dekabr, yanvar, fevralsa, onlarda iyun, iyul, avqust olacaq. Çünki bizə görə tamamilə fərqlidir yarımkürədə. Şimal yarımkəsinin subekvator iqlim quşağında çaylar hansı aylarda suvarmada istifadə olunur? Yəni suvarmadan istifadə olunmadan söhbət gedir. Demək quraq olduğu dövrü bizdən soruşur. Şimal subekvatorialda çay o vaxt quraq olacaq ki, suvarmada istifadə olunacaq ki, tropik ora gəlsin. Tropikdə nə vaxt gəlir? Demək qışda. Çünki ekvator tərəfdəki qonşunun təsirinə yayda məruz qalır. Qütb tərəfdəki qonşu. Bu subekvatoralın özündən durub baxsaz, ekvator tərəfindən ekvatorial, yəni yayda gələcək, qütb tərəfindən, yəni tropik qışda gələcək. Burada da qış deyir. Şimal yarımkəsi isə bizim qışla eynidir. Çünki biz də şimaldayıq da, yəni bizim bildiyimiz qışdır. Dekabr, yanvar, fevral ayları. Yəni şimal yarımkəsinin qışı. Bizim qış deyəndə onu nəzərdə tuturam. Cənub yarımkəsi bilirsiniz ki, tamamilə fərqlidir. Sonra uşaqlar deyir ki, 25-də Xəzər dənizi sahil ölkələrindən başlayan çaylar üçün eroziya bazisi hansıdır? Xəzər dənizi hansı ölkələrdən başlayan çaylar üçün eroziya bazisidir? Sualı səhv oxumuşduq. Xəzər dənizinin sahilində yerləşən 5 ölkənin 5-dən də başlayan çaylar üçün Xəzər dənizi eroziya bazisidir. Burada baxa bilərsiniz ona. Bu Xəzərin sahilində Rusiya var. Bu hissədə Rusiya var. Qazaxıstan var. Türkmənistan var. Özbəkistan araldadır. İran var. Bir də Azərbaycan. Bundan əlavə uşaqlar, bir də Türkiyədən başlayan Kür çayı da var ki, o da Xəzər dənizinə tökülür və Xəzər dənizi həmin o çay üçün eroziya bazisidir. Bu Türkiyə sözünə görə sualı o yöndə hazırlamışdılar. Subekvatorial və musson iqliminə malik olan çayların iqliminə malik ərazilərdə yerləşən çayların ümumi cəhəti odur ki, yay aylarında bol olurlar. Çünki uşaqlar subekvatorial iqlim quşağında da yayda, bayaq dedim mən onu. Subekvatoriala yayda ekvatorial iqlim quşağının hava kütləsi gəlir deyə, yəni iqlimin xüsusiyyəti gəlir deyə yayda daşır. Musson çaylarına isə yayda okeandan quruya doğru şərqi, cənubi, cənub-şərqi Asiyada olur da o əsasən. Bir də ABŞ-ın burada şərqində də musson iqlimi var. Burada isə okeandan rütubətli küləklər əsir ona görə. Hər ikisinə görə yayda səviyyələri, hər ikisi amma müxtəlif səbəblərdən yayda daşır. Hər ikisi yayda daşır, amma səbəblər müxtəlifdir. Ekvatorial iqlim quşaq və mülayim dəniz iqlim tipində yerləşən göllərin ümumi cəhətdəki səviyyələri demək olar ki, əsasən səviyyələri sabit olur. Çünki ekvatorialla mülayimin dəniz tipi həm ekvatorial iqlim quşağı uşaqlar, həm də mülayim iqlim quşağının dəniz tipi. Bax, bu dəniz burada Kamçatkada vardır, bir cənub ölkəsində çoxdur. Bu dəniz tipi yerləşən ərazilərdə bunlar ekvatorialla eynidirlər demək olar, bənzərdirlər. Yəni həm yağıntıları il ərzində çox da kəskin fərqlənmir demək olar ki. 2 və daha artıq dövlətin sahələrini yuyan göllər soruşdu bizdən. Variantlara baxsaq, Aral. Məsələn, Xəzər, Viktoriya doğrudur. Aral gölü Özbəkistan, Qazaxıstan sərhədində yerləşir. Siyasi xəritəyə baxarsınız, görəcəksiniz. Sonra demək, Xəzər 5 ölkənin sərhədindədir, bilirsiniz. Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan, İran. Viktoriya gölü buradadır. Viktoriya gölünün sahilində çoxlu ölkələr var, Afrika ölkələri. Siyasi xəritə tam baxıb dəqiqləşdirə bilərsiniz. Yüksək dağlıqda yerləşən gölləri bizdən soruşur uşaqlar. Çad gölü məsələn Afrikada burada yerləşir, düzənlidir. Yenə deyirəm, variantlarla bağlı sualınız olsa, deyin, vaxt getməsin deyə mən birbaşa cavab deyim. Titikakada deyəcəm səbəb.
Çünki Ant dağlarında Titicaca dünyanın ən hündürdə yerləşən göldür ümumiyyətlə. İstiqlal burdadır, Qırğızistanda yerləşir, yüksək dağlıqdadır. Bir də Böyük Alagöl, Kiçik Alagöl də Qarabağ vulkanik ərazisində təxminən 3000 metrə yaxın 2700 metr, 29 metr Böyük Alagölün hündürlüyü var. Yəni 2000-3000 arasında hündürlüyü var. Kifayət qədər böyük hündürlük deməkdir. Çayların eroziya bazisinin qalxması nəticəsində hansı dəyişiklik baş verir? Nə demək istəyir uşaqlar? Elə bir belə deyir də, deyir ki, çay belə axırdı. Eroziya bazisi çayın mənsəbinə deyilir də, bu hissəsinə deyilir. İndi çayın bu eroziya bazisi qalxsa, yəni mənsəb biraz belə hündürləşsə nə olar? Mənsəb hündür, belə olanda dağ çayıdır. Əgər belə olsa eroziya bazisi qalxacaq, bu demək ki, çayın orta meyilliyi azalacaq və axın sürəti azalacaq. Nəticədə demək, yan eroziya güclənəcək. Dib eroziya güclənir yox, suyun axın sürəti artar yox. Demək, çayın düşməsi azalacaq. Elə düzənlik çay kimi olacaq da. Bu məsələ o idi. 31-ci sualda şimal yarımkürəsinin dağların cənub yamacına qar xəttinin şimal yamacına nisbətən yuxarıdan keçməsinin səbəbi. Nə deyir uşaqlar? Təəssüf ki, burada biraz rəssamlıq tələb olunur bu işdə. Şimal yarımkürəsində bir dağ varsa, birisi günəşin zenitdə olduğu ərazilər 20'lərin arasında bu hissə. Günəş şüası ona cənub yamacından daha çox vuracaq. Ona görə müqayisə aparsaz, onun cənub yamacı daha isti olacaq şimal yamacına müqayisədə. İsti olduğuna görə təbii ki, isti olanda da qar xətti yuxarıdan keçir də. Ona görə cənub yamacından günəş şüasının istiliyi çox alması, daha çox alır ona görə. Dağ çaylarının düzənliyə çıxdıqları yerdə gətirmə konusları əmələ gəlir. Nə deməkdir? Mənasını izah edeyim sizə. Demək uşaqlar, gətirmə konusu nədir? Çox rahat bir şeydir anlaşılır. Burada köhnədən qalma test izahları var. Bunu bir dənə silək ki, bizə mane olmasın. O bir mövzu, atmosfer mövzusunu test izahı idi. Demək, yox, daha doğrusu bu hidrosol bölməsinin əvvəlki testləridir. Nəsə, demək, belə bir dağlıq ərazi təsəvvür edin uşaqlar. Belə bir dağlıq. Yağış yağanda çökmə süxurları buradan gətirir, dağın ətəyinə toplayır. Belə bir yuxarıdan baxanda konusa bənzər. Belə bir relyef forması alınır. Belə bir relyef forması. Ona deyirlər gətirmə konusu. Yağış yağanda çayların dağın yamacına axması nəticəsində çayların çökmə surut dağın ətəyinə toplanmasından alınan bir relyef forması. Belə bir görkəm alır. Buna dağ ətəyində olur hökmən. Azərbaycanda Gəncə çox önəmlidir. O çox testlərdə falan mən onu çox görmüşəm. Qəbul imtahanında falan hətta, qəbul testlərində, sınaqlarda falan. Demək, Gəncə Qazax düzündədir, Qarabağ düzündədir, Qanıxəriçaydır, bir də Küdürü şeiri var. Azərbaycanda ən çox o ərazilərdə yerləşir. 33-cü sualda düzənlik çayların yan eroziyası güclü olduğuda demək, biz axmaz mənşəli göllər əmələ gəlir. Nə deməkdir? Düzənlik çayları uşaqlar belə bir formada olur, ümumiyyətlə o əyri-üyrü olur. Zaman keçdikcə meandr deyilir. Meandrın inkişaf prosesi baş verir. O daha da əyilməyə başlayır. Sonra o çay o qədər əyilir ki, özü özünə birləşir və çay buradan birbaşa düzünə axmağa başlayır. Köhnə dərə kənarda qalır. Belə deyə bilərsiniz ki, düzənlik çayların öz yatağının yerin dəyişməsi nəticəsində əmələ gələn göllər, axmaz mənşəli göllərdə Azərbaycanın Sarısu gölü, Ağ gölü, Hacıqabul gölü, bir də Mehmana gölü, bir də Candar gölü bu qrupa aiddir. Ərazisinin meyli çox, rütubətli kifayət qədər olması sıx çay şəbəkəsinin olmasına səbəb olacaq. Bayaq bu suala biz cavab verdik. Çoxlu yağış yağırsa uşaqlar, bir də təsəvvür edin ki, bir əraziyə çoxlu yağış yağır, bir də təsəvvür edin ki, o ərazinin relyefi dümdüz deyil. Yəni tam belə düzənlik deyil. Nə olacaq? Təbii ki, çoxlu sıx çay şəbəkəsi əmələ gələcək. Çünki çay əmələ gətirən səbəblər elə odur. 35-ci sualdır ki, ərazinin meyillik dərəcəsi aşağı, rütubətliyin az olması, o da çay şəbəkəsinin sıxlığının az olması. Yəni çay şəbəkəsinin seyrək olmasına təbii ki, səbəb olacaq. Bayaqki sualın elə bir əksi idi. Çayın en kəsiyi ilə axın sürəti arasındakı fərq. Çayın uşaqlar, bir sudan, daha doğrusu bir su krantından axan bir suyu təsəvvür edin. Təsəvvür edin ki, su krantıdır. Buradan su tökülür. Hansısa bir çənə. Düzdür. İndi burada bu krant yoğun olsa, nazik olsa deyək, nazik olsa, gərək su yüksək sürətlə vursun ki, bu dolsun. Yox, əgər axın sürəti gərək böyük olsun. Yox, əgər krant yoğun olsa, onda elə az, yavaş-yavaş tökülsə də bəs eləyər. Çay da belədir. Çayın en kəsiyin sahəsi bu hissəsi az olanda axın sürəti yüksək olur.
Çayın enkəsi geniş olan su yavaş-yavaş axır. Onun bərk axmağına belə deyə ehtiyac qalmır. Enkəsi ilə axın sürəti bir-birinə tərs mütənasibdir. Ona görə tərs mütənasiblik funksiyasının qrafiki olacaq. Məsələn, burada əgər bir-birinə düz mütənasib olsa belə olardı. Tərs olduğuna görə bu formadadır. B variantı. Ümumiyyətlə tərs mütənasib funksiyanı bilirsiniz, qrafiki o cür olur. B variantıdır. Buzlaq suları və musson yağışlarla qidalanan çayların xüsusiyyətləri. Mən sizə nümunə də verə bilərəm bu barədə. Deyərəm ki, məsələn, o Mərkəzi Asiyada yerləşən Amudərya, Sırdərya çayları da yayda daşır. Xuanxı, Yansızı, Mekong, Hindqanq çayları bunlar da yayda daşır. Bunlar da. Nəyə görə? Amma səbəblərdə fərq var. Səbəb odur ki, Amudərya, Sırdərya çayları buzlaqdan, Fetçenko buzlağından başlayır. Buz əriyir ona görə. Amma bu dediyim digər çaylar isə musson yağışlarının təsir nəticəsində yayda daşır. Yayda bol sulu olmaları onların oxşar xüsusiyyətləridir və ümumi xüsusiyyətləridir. Yəni. Yayda bol sulu olan çayların xüsusiyyətləri dediyim kimi, görürsünüz, həmin sualın tərsi gəldi. Buzlaqlarla qidalanan, bir də musson yağışlarla qidalanan. Artıq mən o barədə danışdım. 39-cu sualda deyir ki, düzgün fikirləri müəyyən edin. Amazon dünyanın ən bol sulu çayıdır. Tamamilə doğrudur uşaqlar. Amazon yer kürəsinin ən bol sulu çayıdır. Çay o qədər bol suludur ki, mənsəb hissədə eni 80 kilometrə yaxındır. Bu qədər böyük eni var. Bu doğru fikirdir. Sonra ən hündür şəlalə Şimal Amerikada yox, Cənubi Amerikada Orinoco çayının Çurun qolu üzərində yerləşən Anhel şəlaləsidir. Bu deyil. Qurun sulardan yuxarıda su keçirən su yerləşir. O layarası sulardır. Qurun sularının aşağısında bir dənə su keçirməyən. Su keçirməyən deyirdi, səhvdir. Yəni desək ki, qurun sularının altında su keçirməyən sudur, bu doğru olar. Üstündə olanda onda layarası sular olur. Çaylarda su anbarlarının yaradılması qurun sularının səviyyəsinin qalxmasına səbəb olur. Əgər bir yerdə çayın üzərində anbar yaratmışsınızsa, bu o demək ki, burada bir anbar əmələ gəlib də su toplanıb bu əraziyə. Su toplanıbsa, təbii ki, o su ətraf ərazilərə hopub, belə deyək, yeraltı qurun sularının səviyyəsinin qalxmasına səbəb olacaq. O doğru bir fikirdir. Afrikanın ən uzun çayı Nil çayıdır. O nəinki Afrikanın, dünyanın ən uzun çayıdır Nil çayı. Bu yanlış fikir idi. Dünyanın ən hündür şəlaləsi Cənubi Amerikada Orinoco çayının Çurun qolu üzərində yerləşir. Çurun. Adı Çurun. Çurun. Bu belə bir qəribə adı var. Qolu üzərində yerləşən Anhel şəlaləsi. Demək, 40-cı suala baxırıq uşaqlar. Avrasiya materikinin şimal hissəsində, xüsusilə bu Kanadada və Rusiyada, Sibirdə çoxdur. Bataqlıqların çox olmasının səbəbini soruşur uşaqlar. Yağıntıların çox. Burada ifrat rütubətlənmədən çox, daimi donuşluq, bir də ifrat rütubətlənmə. Deyə bilərsiniz ki, ifrat rütubətlənmə başa düşdükdə, yağıntı müqayisədə buxarlanma azdır, yağıntı onunla müqayisədə çoxdur. Yəni, yağıntı ilə də çox deyil, buxarlanma zəifdir, yağan yağıntıdan az buxarlanır. Ona görə də bu bataqlıq yaranır. Bəs bu donuşluq nə üçündür? Bəli. Donuşluq oldu ki, yer donanda su aşağıya hopmur deyə, səthdə qalır, bataqlıq yaradır. Onun da rolu demək o cürdür. 41-ci sualda bayaq o suala cavab vermişəm. Bu suala demək olar ki, Qraben mənşəli göllərdən söhbət gedirdi. Burada isə Tanganika, Nyasa, Rudolf, Albert. Bayaq saydım mən o göllər sizə. Qrabendə yerləşən gölləri mən dedim. Desin, əvvəlki sualları, ilk beşlikdə olan sualları idi. Yəni, ikinci sual idi. Baxarsınız. Baykaldır, sonra İstikul gölüdür, Van gölüdür. Yəni, Urmiya gölü Cənubi Azərbaycanda, Urmiya. Sonra Van gölüdür. Nyasa'dır, Rudolf'dur, Tanganika'dır. Rudolf Albert'dir, Tanganika'dır, Nyasa'dır. Ya bu göllər demək Qraben mənşəli göllərdir. 4-cü dövrdə Şimali Amerikanın iqliminin kəskin soymasının nəticəsində bu hissədə çoxlu göl çökəklikləri əmələ gəlmişdir. Buzlaq relyef formaları üstünü təşkil elədi. Buzlaq mənşəli göl çökəklikləri yaranması, bir də sahil xəttinin kəskin parçalanması. Yəni fjord tipli sahillər əmələ gəldi. O Skandinaviyada da fjord tipli sahillər bilirsiniz ki var. Çayın orta meyilliyi çox olsa, yəni belə dik olsa da, çay bu cür axsa, təbii ki, onun axın sürəti də çox olacaq. Çayın orta meyilliyi ilə axın sürəti bir-birinə düz mütənasib cəmiyyətdir. Yəni çay meyillidirsə, əgər bir çay çox meyillidirsə, demək onun axın sürəti də yüksəkdir. Düz mütənasiblik funksiyasının qrafiki də bu cür olur D variantıdır. Sonra çayın su sərfi ilə səviyyəsi ilə su sərfi arasındakı əlaqə.
Əgər uşaqlar bir çayda suyun səviyyəsi çoxdursa, belə də hündür axırsa da, çayın dərəsi boyunca su biraz hündürsə, belə daşmış kimidirsə, təbii ki, onun sərfi də çox olacaq. Ona görə də çayın su sərfi ilə onun səviyyəsi düz mütənasib cəmiyyəti. Burada da doğru cavab A olacaq. Növbəti suala baxaq uşaqlar. 45-ci suala baxaq. Biz yazdığımız neçənci sual idi? 44-dən. Hə, doğrudur. 45-ci suala baxırıq. 45-də deyir ki, örtük buzlaqlarını daha çox yayıldı. Örtük uşaqlar, buzlaqlar iki cür olur. Var dağ buzlağı, bir də var örtük buzlağı. Örtük buzlağı qütb ətrafında qütbyanı buzlaqlara deyilir. Yəni qütb buzlağı. Örtük buzlaqları bu Şimal Buzlu Okeanının ətrafında olan ada və yarımadalarda yerləşənlərdir. Bir də cənubda Antarktidanın üzərində. Qrenlandiya ilə Antarktida cavabı bizim sualımıza tam uyğun gələcək. Yenə də deyirəm, variantlarla bağlı olan sualları varsa ehtiyac şərhə yazın. Çünki siz yazdığınız şərh uşaqları YouTube studiyada mənə gəlir. Mən o şərhləri görürəm. Təbii ki, cavablandıracağım hökmən, inşallah ki. Yağıntı çox, çay şəbəkəsi sıx olduğu ərazilərin xüsusiyyəti əksər hallarda rütubətlənmə əmsalı vahiddən böyük olur həmin ərazidə. Çünki yağıntı çoxdursa, çay şəbəkəsi də sıxdırsa, demək ki, bura bir yağıntılı bir ərazidir. Yağıntılı ərazidə nə olar? Rütubətlənmə əmsalı böyük olar. Atlantik və Sakit Okean çay hövzələrinin əsas su varisi. Uşaqlar, Atlantik Okeanı bax burası, düzdür? Sakit Okean burası. Bunun hər ikisinin ortasında çayları hər iki tərəfə bu hissədə Kordilyer dağları çayların bir qismi bu tərəfə, bir qismi bu tərəfə axır. Ant dağlarına görə çayların bir qismi bura, bir qismi isə bu tərəfə axır. Yəni su ayrıcı rolun burada Kordilyer ant sistemi oynamış olur. Atlantik Okeanı ilə Sakit Okeanın arasında. Burada uşaqlar Kordilyer ant cavabı B variantı doğrudur. 48. Eroziya bazası Atlantik Okeanı olan çaylar. Hansı çaylar Atlantik Okeanına tökülür deməkdir uşaqlar. Bu qədər rahat. Eroziya bazası çayın mənsəbinin hündürlüyü, çay dərəsinin eroziyasının mümkün olduğu maksimal hədd deməkdir. Qısa başa düşmək istəyirsinizsə, eroziya bazası yəni mənsəb. Belə rahat anlaya bilərsiniz. Mənsəb deyə düşünsəz, testlərinizi səhv çıxartmayacaq, düz çıxacaq həmişə. Təbii ki, məsələn, baxaq digər variantlara. Amazon, Colorado. Colorado çayı buradan tökülür Kaliforniya körfəzinə, o da Sakit Okean demək. Demək A ola bilməz. Amur çayı buradan tökülür demək, Axot dənizinə, o da Sakit Okean demək. Demək, bu da ola bilməz. Yansız çayı yenə də Çində, bu hissədə Çindən tökülür Sakit Okeana, o da ola bilməz. Belə-belə baxırıq, görürük ki, burada Parana ilə Niger düz gəlir. Parana çayı buradan gəlir, tökülür Atlantik Okeanına, Niger çayı da buraya axır, gəlir, tökülür buradan Qvineya körfəzi, yəni Atlantik Okeanına tökülür hər ikisi. D variantı düz idi. 48 elədi. 49-cu sual. Mənsəbləri okean səviyyəsindən aşağıda olan çayların yerləşdiyi ölkələr müəyyən edin. Bilirsiniz ki, Xəzər dənizi okean səviyyəsindən aşağıdadır. Hansı ölkələr Xəzər dənizinin sahilində yerləşirsə, onların da demək mənsəbləri eroziya bazasından aşağı olan çaylar həmin ölkələrdə var da, yəni. Ona görə də adı cavab. Eroziya bazası dünya okean səviyyəsində olan çaylar, yəni ki, hansı çaylar dünya okeanının özünə və yaxud da həmin dünya okeanının çaylarına, göllərinə, körfəzlərinə və boğazlara tökülsün. Yəni okeanın özünə tökülsün ya da onun hissələrinə tökülsün də. Materikin ortasında olan çay yox. Bu yöndə suala cavab verməli. Yəni belə bir məntiqlə fikirləşməlisiniz. Onda baxıb görərsiniz ki, məsələn, baxın, Dnepr çayı tökülür Qara dənizə. Sonra Niger, yəni Qara dənizdə birləşikdir Mərmərə dənizi, o da Egey Aralıq dənizi ilə Atlantik Okeanının dənizi sayılır da Qara dənizi. Dnepr düzdür. Sonra götürərsiniz Dunay çayını tökülür Qara dənizi, o da Atlantik Okeanına birləşikdir. Kür çayı desəz, Kür səhv olacaq. Bu ola bilməz. Sonra Dnepr götürdünüz. Buradan Niger çayını götürsəz, Dnepr, sonra Nigeri götürsəz, tökülür Qvineya körfəzinə, düzdür. Amur çayı da tökülür Axot dənizi, o da Sakit Okeana aiddir, düzdür. Demək, burada C variantı doğrudur. İndi burada bunu çıxmışdım. Volqa çayı tökülür Xəzər dənizinə, okean deyil. Ural çayı tökülür Xəzər dənizinə, okean deyil. Volqa tökülür Xəzər dənizinə, okean deyil. İrriqasiyada geniş istifadə olunan çaylar. Uşaqlar, irriqasiya bərabərdir suvarma. Bir çay suvarmada çox istifadə olunursa, demək ki, o çayın yerləşdiyi ərazi bir quraq bir yerdir. Bu bir, ikincisi də çox yüksək dağlıq deyil.
Yəni hökmən quraq, nisbətən yəni tam bataqlıq olan yer ola bilməz. Baxın. Bax, Konqo çayı yerləşir ekvatorialda. Orada gündə bir neçə dəfə leysan xarakterli yağıntı yağır. Orada suvarmağa heç bir ehtiyac ola bilməz. Amazonda da həmçinin. Digər tərəfdən də Lena yerləşir. Sibirdə həm çox soyuq yerdə yerləşir. Yəni soyuq olduğuna görə suvarmağa ehtiyac yoxdur. Həm də ümumiyyətlə ora bataqlıqdır. Yenisey də həmçinin. Sonra Pechora çayı buradadır, o da həmçinin. Yəni ki, bir çay ki Sibir bataqlıqlarında yerləşir və yaxud ekvatorial ərazidə yerləşir. Bu bu çaylardan suvarmadan niyə istifadə olunsun ki? Axı ora quraq yer deyil. Yəni ən azından quraq olmasa da, yəni çox bataqlıq bir yerdir də. O bataqlıqda bu çaydan təbii ki istifadə olmayacaq. Yay fəslində bol sulu olan çayları bizdən soruşur uşaqlar. İki tip çaylarda yay fəslində bol sulu olur. Onlar bir musson çaylarıdır, digəri isə buzlaqlarından qidalanır. Baxın, Hind çayı burada tökülür nədir? Bengal körfəzinə. Mekong çayı Cənubi Çin dənizinə tökülür bu hissədən, Amur çayı da Axot dənizinə. Şərqi Asiya, Cənub-Şərqi Asiya və Cənubi Asiya bilirsiniz ki, musson iqlimidir. Mənası odur ki, yayda okeandan quruya əsən küləklər bol yağıntı gətirir. Yəni bu adın çəkdiyimiz çayların yerləşdiyi ərazilərə yayda çoxlu yağıntı yağır. Təbii ki, o çaylar yayda bu səbəbdən daşacaqlar. Doğru cavab demək Qanq, Mekong, Amur C variantı doğru idi. 53-cü suala baxırıq uşaqlar. Axarlı göllər. Yəni elə bir göl tapmalıyıq ki, oradan çay başlasın. Daha doğrusu çaylar başlayan göl seçməliyik. Baxın, Viktoriya gölü burada. Oradan Ağ Nil başlayır. Baykal gölündən isə Angara çayı başlayıb Yenisey çayına tökülür. Birbaşa cavabdır. Digər variantlarda şübhəniz olsa dediyim kimi şərh bölməsində sizi gözləyəcəm. Şirin su mənbələrini müəyyən eləyin. Harda şirin su? Dünya okeanı və onun hissəsi. Okean ümumiyyətlə çox duzludur da. Okeanın suyu, okeanın körfəzinin, dənizinin suyu içməli ola bilməz. Ona görə də dünya okeanının bu körfəz okean sözləri gedəcək, körfəz gedəcək. Burada da yenə dəniz gedəcək. Bu D variantı cavabı. Buzlaqlar, şimal buzlu okeanın səthindəki buzlaqlar yox, örtük buzlaqları, dağ buzlaqları içməli olur. Yeraltı suların da şirini də var, şoru da var. Çaylar isə həmişə şirin olur. Amma dünya okeanı və onun hissələrinə, okeana aid olan bir su hövzəsi, okeanın özü, okeanın dənizi, körfəzi, boğazı, bunlar heç vaxt şirin ola bilməz. Çünki okean şorsuludur. 56-cı suala baxırıq uşaqlar, 55 daha doğrusu. Deyəsən 54 idi bu. 54 idi, indi 55-ə baxırıq. 55-ci sualda deyir ki, çay şəbəkəsinin daha sıx olduğu iqlim qurşaqları müəyyən edilir. Yəni ki, mənası odur ki, daha çox yağıntılı iqlim müəyyən edilir. Çünki hansı iqlim qurşağı daha çox yağıntılıdsa, təbii ki, onun çay şəbəkəsi sıx olacaq A variantı. Bəs B niyə deyil? Tropik səhra, subtropikdə də səhralar var. Antarktida buzlaqdır. Orada necə ola bilər ki, çay olsun? Sonra tropik səhra, Arktikdəki şimal buzlu okeandan söhbət edir. Okeanda çay olmur. Yəni biraz abstrakt bir anlayışdır da. 56. Dünyanın ən bol su çayları. Uşaqlar, dünyanın 3 ən lider çayı hansıdır? Mən sizə deyim. Bax, üçünü də çəkirəm. Bax, birinci yerdə bol suluğa görə birinci, uzunluğuna görə yox ha, bol suluğa görə. Amazon birincidir. Sonra Kongo ikincidir. Qanq çayı isə üçüncüdür. Elə cavab variantında da, B variantında da elə onların üçü də verilib. 57-ci sual. Hansı göllər axarsızdır? Hansı göldən çay başlamırsa, o göl axarsızdır. Bax. Məsələn, Baykal gölündən, buradan bayaq mən dedim olsa, Baykal gölündən Angara çayı başlayır. Ona görə Baykalı çıxın. Sonra keçdik. Viktoriya gölündən Nil çayı başlayır. Viktoriya gölü buradadır, oradan Nil çayı başlayır. Onu çıxın. Erie, Ontario, yuxarı, ABŞ Kanada sərhədində yerləşən 5 gölün 5-i də axarlı göllərdir uşaqlar. Çünki hamısı bir-birinə birləşikdir, fikir verərsiniz. Ontario gölündən də müqəddəs Labirint çayı başlayır. Bunlar da birləşikdirsə, demək bunlar da axarlı sayılır hamısı. Çünki bir-birinə birləşikdir axı. Ona görə də Erie, Ontario var, onu çıxarsınız. Erie Avstraliya bu heç. Ladoga Onega gölü var burada. Ondan da müxtəlif kiçik çaylar başlayır. Bu da deyil. Çad Eyrdən heç bir çay başlamır. Axarlı göllər qrupunu müəyyən eləyəcək. Yəni elə bir göllər tapacaq ki, onlarda çay başlasın. Çayların da adını deməliyik izləyicilər bizə təbii ki. Baykal gölü. Baykal gölündən başlayacaq. Angara çayı. Bayaq mən o dedim burada. Yenisey çayına tökülür. Erie.
dedik ki, bu 5 qardaş, biz buna 5 qardaş da deyirik. Yəni böyük göllər sistemində 5 dənə göldür. Bu 5 göldə hamısı axarlı göllərdir. Çünki müqəddəs Lavrenti çayı başlayır ona görə. Viktoriya gölündən də bayaq dedim, oradan da Mavi Nil başlayır. Çayın mənbəyi ola bilər. Çay hardan başlaya bilər? Uşaqlar, yadda saxlamalısınız ki, çayın dünya okeanı və yaxud onun hissələri çayın mənbəyi ola bilməz. Çünki dünya okeanın səviyyəsi aşağıdır. Düşük bir səviyyəsi var da, yəni səviyyəcə aşağı düşmüş bir səviyyəsi var. Aşağıdadır səviyyə. Belə bir səviyyədən çay başlaya bilməz. Onda biraz məntiqsizlik olar. Baxın, təsəvvür edin ki, okeana bir çay başlasın belə axsın yuxarı, gəlsin dağa doğru. Bu biraz düzgün olmaz axı, çünki okean səviyyəsi aşağıdır. Ona görə də okean, dəniz, körfəz, boğaz bu variantlar cavab deyil. Və bunu çıxacaqsınız, çünki okean sözü var idi. Dəniz sözü var idi, bunu çıxacaqsınız. Sonra dəniz var, çıxacaqsınız. Burada dəniz var, çıxacaqsınız deyə variant cavab. Çayın eroziya bazisi ola bilər. Eroziya bazisi bərabərdir uşaqlar, mənsəb. Çayın mənsəbi nə ola bilər? Məsələn, çayın mənsəbi dağ buzlağı ola bilməz. Bilirsiniz nə alınır onda? Çay axı buzlaq dağın zirvəsində olur. Çay necə ola bilər ki, getsin orada bitsin? Çay oradan başlaya bilər də. Ona görə buzlağı çıxarıq. Sonra keçdik, bu doğru cavab B-dir. Dünya okeanı və onun hissələri çayın mənbəyi ola bilər. Biraz məntiqi sual. Bulaq çayın mənbəyi ola bilər, mənsəbi yox. Çünki başladığı bir yer ola bilər, bitdiyi bir yeri yox. Sonra yenə bulaq var, çıxarsınız. Geyzer isə isti sudur. Ümumiyyətlə orada su çölə çıxır. Mənsəb odur ki, çay getsin orada, yekunlaşsın da bitsin. Ola bilməz ona görə. Bir neçə dövlətin ərazisindən axan çayları müəyyən edin. Siyasi xərqə baxsaq uşaqlar, görəcəksiniz ki, bu Niger çayı burada çoxlu xırda burada ölkələr var. Yerli xırdalı çoxlu ölkələr var, onların ərazisindən keçir. Məsələn, Peçora çayı təkcə bir dənə Rusiyadadır. Volqa çayı demək təkcə Rusiyadadır. Sonra Murray çayı təkcə Avstraliyadadır. Temza Londondadır. Belə, yəni görəcəksiniz ki, o bir variantlar cavab deyil. Bir neçə dövlətin ərazisində yerləşən göl soruşdu. Viktoriya gölünə baxsaq uşaqlar, Afrikanın fiziki xəritəsi, daha doğrusu siyasi xəritəsi açın, görəcəksiniz ki, bu Viktoriya gölünün ətrafında çoxlu dövlətlər var. Lobnor, El və Aral gölləri ümumi cəhət odur ki, axarsız və şor sulu göllərdir. Elə bu səbəbdən də onlar çox tez-tezdə daşırlar həm də. Axarsız şor sulu göllərə xarakterik xüsusiyyətdir o. Növbəti suala baxırıq uşaqlar. Demək, Xəzər, Ölü dəniz və Eir göllərinə aid olan ümumi cəhət. Hər üçü uşaqlar okean səviyyəsindən aşağıda yerləşir. Xəzər dənizi okean səviyyəsindən -27 metr aşağı. Ölü dəniz dünyada rekorddur. Daha 420 də yazırlar. İndi müxtəlif ədəd 402-də olur. Belə müxtəlif bu yöndə ədədlərdir. Eir gölü Avstraliyadadır. O da -16 metrdir. Baxın, məncə görünəcək. Bu hissədə xəritəyə baxsaz öz xəritənizdə görəcəksiniz. Demək, bol sulu az meyilli düzənlik çayların dərəsində yarana bilər. Əgər çox meyilli azsa, çay da çoxsa, təbii ki, meandr və axmazlar əmələ gələcək. Çünki meyilli az olan düzənlik çayları üçün o xarakterik bir formadır. Yəni düzənlik çaylarında meandrlar və axmaz göllər əmələ gəlir. Çay dərə mənşəli gölü əsasən harda əmələ gəlir? Köhnə çay yatağında. Yəni düzənlik çaylar elə bu meandrdır elə. Belə meandrvari olur. Onun çay öz dərəsinin yerini dəyişəndə köhnə yatağında göl əmələ gəlir çayın. Ona deyirlər meandr. Axmaz mənşəli göl. Meandr çayın bu cür əyri formada olmasına deyilir. 67 bu düzənlik çaylarına xarakterikdir də, yəni. Bu cür forma düzənlik çaylarına xarakterikdir. Nə deyir? Deyir, sxemdə çay dərəsinin yaranan relief forması meandr. Bu meandrdır uşaqlar. Sonra sxemdə təsvir olunub çay sistemi. Əgər ərazini tam əhatə eləsə, belə olsa, onda çay su toplayıcı hövzəsi olacaq. Burada çay sistemindən söhbət gedir. Bir çaydır və o çayın qolları da var. Çay və onun qolları ilə birlikdə götürəndə çay sistemi olur uşaqlar. Demək, burada deyir ki, qalıq relikt mənşəli gölləri müəyyən edin. Yəni ki, nə vaxtsa okean hissəsi olub, sonradan qalıq olub da. Tets okeanının qalığı idi Xəzər dənizi uşaqlar. Biz hardasa
Keçmişik %100%. Hə, olub. Litosfer bölməsində biz onu keçmişik. Test okeanı, relikt mənşəli, bir də Çad gölüdür Afrikada. Bunlar qalıq relikt mənşəli göllərdir. Qidalanmasında qar və buzlaqlar üstün olduğu çaylar, Mərkəzi Asiyanın Amudərya, Sırdərya çayları ola bilər uşaqlar. Bir də ki, soyuq bir yerdə olan çaylar ola bilər. Yəni, əgər qidalanmasında qar suları üstünlük təşkil edirsə, onun iqlimi ya yüksək dağlıqdan başlamalı, ya da ki, iqlimi soyuq bir yer olmalıdır. Volqa Lena çayı ola bilər. Çünki Lena lap soyuq yerdədir bu hissədə, Sibir zonası. Volqada elə götürəndə o da Şərq Avropanın elə biraz şimalından başlayır da, ola bilər. Qidalanması yağışlar üstünlük təşkil edirsə, demək soyuq yer dəqiq deyil. Lena çıxacaq, mesela Ob çıxar, Mackenzie Şimal Amerikada olan çaydır bu çay. Təbii ki, bunlar çıxacaqlar, yəni bunlar cavab ola bilməz. Amudərya, Sırdərya çayları mənbəyi buzlaqdan başlayırdı Mərkəzi Asiyada. Demək o da ola bilməz. Ekvatorial, subekvatorial zonanın çaylarını götürəcəksiniz. Çünki orada qar yağmır, yağış suları yəni qidalanır çaylar. Yenə bu dəfə qar suları istəyirsə, yenə də soyuq yeri götürəcəksiniz. Bax, Nil var, çıxarsınız. Burada Pechora var. Yox. İstilə Amazon var, çıxarsınız. İsti yerlərdə olan çayları çıxacaqsınız. Qanq çayını çıxacaqsınız. Kongo çayını çıxacaqsınız. Ob, Yenisey, Yukon. Baxın, hamısı qütbəyə yaxın yerlərdir. Yukon çayı burada, Ob burada, Yenisey burada. Çünki əgər qardan danışırsa, soğuq yer olmalıdır uşaqlar. Elə deyil. Təbii ki, elədir. Sonra nə deyir? Deyir, Antarktida buz örtüyünün hərəkəti səbəb olur ki, buz parçaları qırılıb suya düşür və iceberglər əmələ gətirir. Doğru cavab iceberglərin yaranmasına səbəb olacaq. Bataqlıq şəraitində yaranan üzüm mənşəli faydalı qazlar torfdur. Bataqlıqların geniş yayıldığı ərazilərdə torf qatı daha çox olur. Şərq istiqaməti axan çaylar qrupunu müəyyən edin. Hansı çaylar şərqə tərəf axır? Variantlara bir baxsaq, Zambezi ola bilər. Yenisey burada şimala doğru axır, təbii ki, o deyil. Baxaq. Hə, D variantı. D variantı olar. Məsələn, baxın, göstərəcəm. Amazon çayı axır şərqə doğru. Sonra Xuanxə çayı axır şərqə doğru. Xuanxə tökülür Sarı dənizə, biraz yuxarıdadır. Burada. Sonra bir də Amur çayıdır, o da Axot dənizdə. Tatar boğazının yaxınlığında tökülür. Çayların axın sürəti və istiqaməti nədən asılı? Təbii ki, relyefdən. Yer səthinin relyefinin meyilliyi yüksək olsa, hansı istiqaməti meyilliksə o tərəfə axacaq. Yüksək meyilli olsa sürətlə axacaq. Meyilliyi az olsa, belə olsa, onda az sürətlə axacaq. Təbii ki, meyillikdən çox şey. Yəni o məsələ meyillikdən asılıdır. 77-ci sualda deyir ki, uşaqlar, çayın qolları öz dərəcəsini dərinləşdirə bilər töküldüyü əsas çaya qədər. Yəni, əgər bir çay, belə hər hansı bir çay axırsa, ona da başqa bir çay tökülürsə, bu tökülən çayın dərəsi daha dərinləşə bilməz. Onda biraz fizikanın, təbiətin qanun uyğunluqlarına zidd olar da. Ona görə də töküldüyü əsas çaya qədər, töküldüyü çayın səviyyəsinə qədər eroziya bazisi ola bilər, yəni dərinləşə bilər. Çayın üzərində iri su anbarı yaradılarsa, həmin ərazidə baş verici dəyişikliyi müəyyən edin. Hər şeydən əvvəl onu deyim ki, ətraf ərazilərdə qurun sularının səviyyəsi yuxarıya qalxacaq. Əgər iqlimi biraz da quraq bir yerdirsə, üstəgəl bir iqlim də quraqdırsa, onda şoranlıq da yarada bilər. Çoxillik donuşluğun yaranmasının səbəbləri. Daimi soyuq temperaturdur, məsələn bu hissələrdə, tam da burada yox, biraz bu hissədə. Bir də burada Antarktida. Soyuq temperaturda bir də qar. Yəni qar və temperaturun burada orta ilə temperaturda aşağı olması nazik qar örtüyü. Nazik qar örtüyü niyə siz deyirsiniz ki, məsələn buzlaqsa niyə nazik deyirsiniz ki, qalın desin də. Qar sonradan buza çevrilir. Ona görə qar örtüyü səthdə ilə də qalın olmur. Yəni yağdı biraz, sonra çevrilir buza, üstünə yenə də yağır. Hər dəfə qar örtüyü nazik olur. Yəni buza çevrilir də ona görə. 80-ci suala baxırıq uşaqlar, deyir. Sxemə sizdən uyğun gələn çayları müəyyən edin. Avrasiya materikində deltası olan çayları bizdən soruşur. Keçmişsiniz hamısını bir Volqadır. Sonra burada Qanqdır. Bir də elə burada 2 variant istənilirsə, onda 1 ilə 5-dir. O deltalar olan bölmədə siz ona baxa bilərsiniz. Bir də çayın özünün mənsəbinə xəritədə də baxa bilərsiniz. Çayın mənsəbində çıxıntı yarımada kimi görürsəz, demək ki, deltadır. Əgər körfəz kimi görürsəz, demək ki, estuaridir. Yəni onu oxumaqdan əlavə xəritədə baxıb görmək daha faydalı hesab edirəm. Mənbəyi və eroziya bazisi mülayim iqlim qurşağında yerləşən çaylar.
Eroziya bazisi mənsəb deməkdir də uşaqlar. Mənbəyi də, mənsəbi də mülayim iqlim qurşağında olan çayları bizdən soruşur. Təbii ki, burada Avropada mülayim iqlim qurşağında mən sizə göstərə bilərəm. Reyn çayı və Oder çayının hər ikisini götür. Reyn çayı burada Şimal dənizinə tökülür, Oder də burada Baltik dənizinə tökülür. Hər ikisi bu sualın cavabıdır. Mənbəyi mülayim, eroziya bazisi subtropik iqlim qurşağında. Yəni mülayimdən başlasın, amma subtropikdə bitsin çayları olsa. Məsələn, Mississippi ola bilər. Bir də bu hissədən belə Kolumbiya çayı ola bilər. Doğruydu bu. Sonra keçdik. Termal və mineral suların yer səthinə çıxma ehtimalı böyük olan ərazilər. Ümumiyyətlə uşaqlar, yer qabında tektonik qırılmaları olanda həmin ərazilərdən tektonik qırılmalar, yer qabında bir qırılma əmələ gəlsin ki, o su oradan çıxsın da. Yəni, qırılma olmasa biraz çətindir suyun çıxmalı. Ona görə də tektonik qırılmalar bu sualın təbii ki cavabıdır. Sonra verilmiş çay yataqları formasına görə axmaz gölləri ümumiyyətlə axmaz göllər meandrdır. Düzənlik çayları biraz belə əyri olur. Həmin o əyilir. Nəticədə köhnə çay yatağının kənarlarında göllər əmələ gəlir. Ona deyilir axmaz göllər. Meandr kənarında əmələ gəlir. C variantı cavabı idi. 85-ci suala baxaq. Uşaqlar, burada səbəb nəticə əlaqəsindən danışır. Burada təbii ki, sonda sahil boyu torpaq bəndləri dağılırsa, burada demək daşqından söhbət gedir. Hansısa bir daşqın olacaq burada. Çünki sualın yönü odur. İntensiv yağış yağacaq, daşqın olsa, qar əriyə bilər, çaylarda da daşqın olar. Baxırıq, görürük ki, D variantı bütün bu şərtlərin hamısını ödəyəcək. Növbəti deyir, bataqlıqlar üçün xəsar. Bataqlıq odur ki, rütubətli məmsalın qiyməti böyük 1 olmalıdır. Bax, burada görürsünüz, bərabərdir 1. Bura yaxındır, düzdür, amma bataqlıq deyil. Burada heç bataqlıq deyil. 200 yağıntıdır, 400 buxarlanma qabiliyyəti. Və burada bir variant. 500 yağıntıdır, 300 buxarlanma qabiliyyəti. Demək, bataqlıq olacaq. Burada məsələn, rütubət çatışmazlığı var. 500 yağır, 1250 buxarlanır. Burada da az olsa var. Yəni, burada bataqlıq bircə B variantı olacaq. Çünki kəsirin sürəti, yəni yağıntının miqdarı buxarlama qabiliyyətindən çox olmalı idi ona görə. Rütubətlik əmsalı vahiddən böyük olan ərazilər üçün səciyyəvi olan əlamətlər. Yəni ki, rütubətli əmsalı vahiddən yəni birdən böyük olan ərazilər üçün nə səciyyəvi ola bilər? Təbii ki, yağıntılı bir yerdən söhbət gedirsə, çay şəbəkəsi sıx yox, seyrək yox, sıx olar. Yağıntılı bir yerdən danışdıqsa, o düz radiasiya deyil təbii ki, səhra olmaz ora. Yağıntıların miqdarı çox olar, bir də düz radiasiya az olar da, səpələnən radiasiya çox olar da. 2-3-5 doğru cavabdır B variantı ilə. Növbəti suala baxırıq. Dünyanın ən böyük bataqlıqlaşmış regionları, ən böyük bataqlıq, bir neçə var, amma ən böyük Sibir bataqlığı ilə Amazon bataqlığı ola bilər. 88-ci sualda yazıq. Ümid edirəm ki, arada hansısa sual qalmadı. Hərdən bir də görürsünüz qalır. Yoldaşda deyim, ay müəllim, falan sualı yazmadım. Bütün diqqətimiz suallarda olur deyə. Bir də görürsünüz ki, nəsə qalsa, elə bir texniki səhv olsa, onu da yazarsınız. Ancaq bilərəkdən olmur. Axarlı göllər qrupunu müəyyən edin. Bayaqlar bu tipli suallara mən cavab vermişdim. Yəni, elə göllər tapmalıyıq ki, oradan çay başlasın da. Yəni, çayların axarlı göl o demək, çay başlanmalıdır. Tanganika gölü, Afrikanın bu hissəsində Tanganika niyəsə ikisi də axarlı göldür. Ona görə budur. Baykal gölündən Angara çayı başlayır. Sonra Titikaka gölündən, bayaq sizə dedim, kitablarda keçmir, Desaguadero çayı başlayır. Victoria gölündən də Mavi Nil başlayır. Yox, daha doğrusu Ağ Nil. Ona görə də Y cavabı doğrudur. Bu günlük demək, testləri uşaqları 100-ə qədər yazacaq. Sonra digər hissələrdə çəkəcəm. Şimal istiqamətdə axan çaylar qrupunu müəyyən eləyin deyir bizə. Nil çayına baxsaq, bəli, Nil çayı şimala doğru axır. Nil düzdür. Sonra keçək. Amazon amma şərqə doğru axır. Demək, A variantı deyil. Sonra keçdik. Volqa çayı şimaldan Xəzərə tərəfə, şimala doğru deyil. Dunay çayı da şərqə doğrudur. Yəni, bu da deyil. Sonra baxaq. Nil çayı axır, bunları silirəm. Şimala doğru. Ob çayı yenə şimala doğru. Ob burada idi. Sonra gəldi nə? Makkenzi çayı, Makkenzi şimala doğru, D variantı doğrudur. Əsas çay dərəsini genişləndirə bilər. Bax, mən o söylədim, mənsəbini səbəb. Çay öz töküldüyü ərazini, eroziya bazisindən daha dərinləşdirə bilməz. Bir çay təsəvvür edin, belə axır, gəlir, tökülür bura. Bu çayın dərəsi boyunca heç bir yerdə dərinlik belə ola bilməz. Onda
çay gərək bir düşə, sonra yuxarıya qalxır. O da mümkün deyil. Çay öz dərəsini ancaq mənsəbinin səviyyəsinə, yəni eroziya bazisi. Mənsəb eroziya bazisi deməkdir axı. Eroziya bazisi, yəni mənsəbinin səviyyəsinə qədər dərinləşdirə bilər. Tektonik mənşəli göllər soruşursalar, tektonik mənşəli göllər Baykal gölüdür, sonra İstikkul gölüdür, Urmiya gölü, Van gölüdür. Sonra burada Rudolf Albert Tanganika Nyasa göllərdir. Bayaqlar o barədə mən danışmışdım. Baxaq ki, bir də ki, Azərbaycanda Acınohur gölü var, o da var. Tanganika, Baykal, Acınohur, Azərbaycanda yerləşən tektonik mənşəli doğrudan da göl idi. Hansı çayların su rejimi daha sabitdir? Yəni ki, demək istəyir ki, çayın səviyyəsi çox da dəyişmir də. İl ərzində demək olar ki, səviyyə bərabər olur. Təbii ki, bir yeraltı sularla, bataqlıqlarla qidalanan çaylar olur. Bir də ekvatorial bir qədər də mülayim dəniz tipində yerləşən çaylardır. İndi burada yeraltı sular və bataqlıqlar cavab oldu. Eroziya bazisi dünya okean səviyyəsindən aşağıda yerləşən çayları bizdən soruşursa, bilirsiniz ki, əsasən bu çaylar Xəzər dənizinə tökülən çaylardır. Çünki Xəzər dənizi dünya okeanı səviyyəsindən uşaqlar aşağıda yerləşir o səbəbdən. Burada baxsaq, məsələn, Kürd, Terek, Volqa, Astara çay, bunlar hamısı Xəzər dənizindən tökülən çaylardır. Xəzər dənizdə -27 metr okean səviyyəsindən aşağıdır. Məsələn, okeanın özünə tökülən bir çay götürsəz, deyək ki, Nil çayı tökülür Aralıq dənizinə, Aralıq dənizdə okeana birləşir. Bunun səviyyəsi 0 metrdir. Amazon olsun, Parana olsun, bunlar 0 metrdir səviyyələri. Qışda donan çaylar qrupunu müəyyən edir. Əgər qışda donursa, onda biraz qütbə yaxın olsun da şimal bölgənin çayları olmalıdır. Burada hansı çaylar o? Peçora, Oblena. Peçora çayı buradadır Rusiyada, buradadır, Lena da burada. Şimala doğru çaylar olmalıydı. Axarsız göllər qrupunu müəyyən edir. Gəlin biz axarlılardan tapıb bir-bir çıxar. Demək, burada məsələn 96-cı sualda A variantı doğru cavabdır. Bunu hələlik saxlayıram. Digərlərini çıxaq. Məsələn, Baykal gölü niyə axarlıdır? Çünki oradan Anqara çayı başlayır. Baykala görə, Viktoriya görə, Titikakaya görə, hamısına görə çıxarıq. Çaddan başqa. Sonra Michigan gölü, bayaq dedim ki, 5 gölün 5-i də axarlı sayılır. Çünki burada müqəddəs Lavrenti başlayır. Ona görə də bu Erie, Ontario, Erie burada da vardı, bu da çıxar. Sonra Viktoriya gölündən Mavi Nil başlayır. Belə-belə, yəni bildiklərinizi çıxarsız cavab alınır. Su toplayıcı hövzələri həmsərhəd olan çaylar. Yəni ki, burada bu ərazidən su toplayır uşaqlar. Yenisey də bu ərazidən. Həmsərhəddir də, yan-yanadır. O-la Yenisey 1 ilə 5 cavab da variantı. Demək, 97 elədik. Sona yaxınlaşırıq. 100-ə qədər yazacaq testləri. 98 sual. Əsasən buzlar və qarların ərəntisi suları qidalanan çaylar Mərkəzi Asiyada yerləşən uşaqlar Amudəriyə, Sırdariya çayları. Mən başlanğıcda bu barədə danışmışdım. Pamir dağlarında yerləşən Fetçenko buzlağından başlayırlar. Gəlib tökülürlər Aral dənizinə. Ona görə də Amudəriyə, Sırdariya cavabı. Eroziya bazisi sakit okeanın hövzəsi olan çaylar. Mənası, mahiyyəti nə deməkdir? Sakit okeana tökülən çaylar deyə soruşur uşaqlar bizə. Yəni eroziya bazisi mənsəb deməkdir. Bir neçə dəfə artıq mən onu vurğulamışam. Baxırıq görürük ki, məsələn, C variantına baxaq, Amur çayı buradan tökülür Axot dənizinə, o da sakit okean deməkdir. Sonra keçdik Colorado çayı buradan tökülür Kaliforniya körfəzinə, o da sakit okean deməkdir. Bilirsiniz ki, sakit okean bir hissəsi buradadır. Bir də yansızı çayı tökülür Sarı dənizə, Sarı dənizdə sakit okean deməkdir. Burada o cavab oldu. Sonuncu sual bu günə, bu test üçün sonuncu sual yazıram. Bəzi çayların mənsəblərində deltanın olmamasının səbəbi. Çayın mənsəbində delta olanda niyə olur sualına cavab versək, deltanın olmamağının səbəbini bilərik. Məsələn, Mississippi çayında niyə delta var? Çünki Mississippi çayı uzun min illər ərzində çökmə suları gətirir bura, toplayır bu hissədə, toplanır və sonda burada bir çıxıntı yaranır və çay orada qollara parçalanır və delta olur. Əgər çayın, amma Parana çayında bu baş vermir məsələn. Çünki Parana çayının töküldüyü yerdə həm buradan cəryan keçir, bu çökmə suları aparır, həm də tez-tez qabarma olanda su axır çaya doğru, çəkilmə olanda geriyə. Belə deyək də, bura gəlib çayın bura gətirdiyi çökmə sular burada suyun hərəkəti nəticəsində ətrafa yayılır. Bax, o səbəb olur. Ona görə də burada çayın okean səviyyəsində, burada qabarma çəkilmə dalaları olacaq 4. Mənsəbə yaxın okean cəryanları keçməsi 6. 4-6 C variantı 100-cü sualda cavab idi. Diqqətlə dinlədiyinizə görə hər birinizə təşəkkür edirəm. Əgər kanala abunə deyilsə, abunə olmağı tövsiyə edirəm sizə. Çünki bütün
bu tipli videolar. Birazdan daha hesablama mövzusuna aid olan testlər də yazacağım inşallah. Düşünürəm ki, faydası olar, xeyir olar. Abunə olun ki, qarşınıza videolarımız çıxsın. Hansı bölgədən izlədiyini yazsaz, həm maraqlı olacaq, həm də videonun yayılmasına kömək eləyəcək. Uğurlar, növbəti videolarda görüşənə qədər.